Xandamanaydanın cinsi çoxalması ilə bağlı olan məsələlər üçün belə bir düstur verəcəyim sizə. Həmin düsturla bu məsələləri çox asan qaydada tapa bilərsiniz. Burada xandamanayda iştirak edən qamet sayını verir. Zigot sayı x və fərd sayı y-dir. X plus y-in cəmini tapmalıyıq. Deməli, ilk əvvəl yazırsınız. 2 qamet, 1 zigot və 4 ədəd yetkin fərd. Bizdə qamet sayı 32 verilmişdir. 32 qametə nə qədər zigot olar, nə qədər yetkin fərd olar. Burada artıq tənasüb yolu ilə 2 qametə 1 zigotdursa, 32 qametə x bərabərdir 16 zigot olacaq. Burada 2 qametə 4 yetkin fərddirsə, 32 qametə y yetkin fərd, onda y-in də cavabı 64 olacaq. 64 yetkin fərd olacaq. Bizdə isə x, y-in cəmini istəyir. Onda 16 üzərinə gəlirik 64'ü. Cavabı 80 C variantını götürəcəyik.